Bel ağrısı. Böyleklerden mi yoksa sinirden? Bugün bel ağrıları ilkin merhalede sebebini necə müəyyən etmeyi müzakirə edecek. Bu tip ağrıları şərti olarak 3 növə bilərik. Birinci, qarın alt hissəsinə, cinsiyyət orqanlarına yayılan kəskin bel ağrı tutmaları. Ürək bulanma, qusma, ola bilsin tez-tez sidiyə çıxma və arterial təzyiqin yüksəlməsi ilə müşahidə olunan. Bədən temperaturu əsasən normal olur, baxmayaraq ki, bəzi hallarda arta bilər. Və belə hallarda sidin analizində eritrositlerin, yəni qan hücrelərinin sayı artır. Hematuriya. Bu tip ağrılar daha çox böyrək sancısına, yəni böyrəkdən daş sidik axarına düşəndə xasdır. Və həm kişilərdə, həm də qadınlarda rast gəlinir. İkinci, böyrəklərin yerləşdiyi nahiyədə daimi küt ağrılar. Hətta bu nahiyə yüngül toxunuş zamanı güclənir və əksər hallarda 38-dən yüksək temperatur ilə müşahidə olunur və çox vaxt sistitdən sonra baş verir. Ümumi sidik analizində isə leykositlərin sayı artır, iltihab hücreləri. Bu tip ağrılar daha çox böyrəklərin iltihabına, yəni pielonefritə xasdır və əsasən qadınlarda rast gəlinir. Üçüncü tip, hərəkət və fiziki yüklənmə zamanı güclənən, ayaqlara yayılan, dövrü olarak yandırıcı xarakter daşıyan küt, bəzi hallarda isə kəskin bel ağrıları. Ümumi sidik analizində əksər hallarda patoloji dəyişikliklər müşahidə olunmur. Bu vəziyyət daha çox osteoxondroz, radikulit, onurğa yırtığı üçün xarakterikdir. Əgər belə simptomlarınız varsa, mütləq mütəxəssislərə müraciət edin. Öz-özünüzü müalicə etməyin. Çünki vaxtında və düzgün müalicə olunmamaq ciddi və geri dönməz fasitlara səbəb ola bilər.